Əhməd Cavadın nəvələri. Biz çox minnətdarıq. Siz öz mahnılarıyla bizim babamızın necə də yaradıcılığını da göstərdiniz. O mənim borcumdur. Amma bir mahnı da var, Şükriyə mahnısıdır. O mahnı bizim üçün çox belə qəmli mahnıdır. Bilirsiniz, Əhməd Cavadı hamı tanıyır. Amma siz ifa etdiyində Şükriyə mahnıdan sonra mənim nənəmi də hamı yad eləyir. Mənim babamı nənəmlə birləşdirdiniz. Çox sağ olun. Çox sağ olun gəldiyiniz üçün. Mən çox şadam ki, siz bugün burada iştirak edirsiniz. Sağ olun, təşəkkür edirəm sizə bir daha.